Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurguladığınız kimi Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 4-cü günü öz işinə başlayıb və bugün də gündəm zəngindir. Bir sıra tədbirlər gözlənir. Eyni zamanda elə hazırda da biri keçirilir ki, mənzil və iqlim dəyişiklikləri ilə bağlı müzakirələr aparılır və bir sıra istiqamətlərdə danışıqların da gün ərzində olacağı gözlənir və dediyimiz kimi indiki məqamda bir sıra ekspertlər bir araya gəlib iqlim dəyişikliklərinin mənzillərə hansı formada təsir göstərdiyindən, eyni zamanda şəhərsalmada iqlim dəyişikliklərinin ön cəbhə rolunu oynadığı vurğulanıb və yəni mənzillər iqlim dəyişikliklərinə qarşı cəbhə rolunu oynayır və bu baxımdan da mənzillərin elə yəni ekoloji baxımdan təmiz vasitələrdən inşa olunması, eyni zamanda ekoloji standartlara uyğun formada yaradılması məhz bu dəyişikliklərə qarşı mübarizədə yəni ön planda rol oynayır və indiki məqamda yəni dünən də elə bir sıra istiqamətlərdə müzakirələr oldu. Orada vurğulandı ki, Birləşmiş Millətlər Təşkilatının məskunlaşma proqramının icraçı direktoru Ana Claudia Rozbachın da bu istiqamətdə açıqlaması oldu və vurğuladı ki, 70%-dən çox yəni faiz göstəricisi nisbəti təsir göstərir bu məqamlara, yəni insanların sağlamlığının yerində olub-olmamasına insanların elə yaşadığı evin şəraiti də birbaşa təsir göstərir və bu baxımdan da eyni zamanda daşqınların və istiliyə, soyuğa davamlı mənzillərin inşa edilməsi əsas prioritetlərdən biridir və bu baxımdan da bu məsələlər ön planda saxlanmalıdır. Eyni zamanda Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 4-cü günü dediyimiz kimi bir sıra istiqamətlərdə məsələlər müzakirə olundu. Eyni zamanda Şərqi Avropada şəhərsalma ilə bağlı vəziyyət hansı yerdədir. Bu istiqamətdə də artıq bir sıra iclaslar keçirir və gün ərzində də davam edəcəyi gözlənir. Dünən də dediyimiz kimi yəni şəhərsalmada asan könüllülərinin rolu, qadın və uşaqların rolu, eyni zamanda inklüziv şəhər layihələri, ağıllı kənd layihələri, yaşıl enerji bu istiqamətdə, yəni ekosistemə uyğun formada mənzillərin inşa edilməsi bu istiqamətdə danışıqlar da baş tutdu və bir məqamda vurğulayaq ki, 182 ölkədən 40 min nəfərdən çox şəxs məhz bu forumda iştirak üçün qeydiyyatdan keçib. Onların elə siz də vurğuladınız ki, hansı formada gəliş-gedişi təmin olunur. Bu istiqamətdə də yəni məsələlərdən, yəni bu istiqamətdə də məsələlər rahat bir şəkildə təmin olunur. Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 4-cü günündən çatdıra biləcəyimiz hələ ki informasiyalar bu qədərdir. Bir sıra iclaslar artıq start götürüb, gün ərzində də davam edəcək. Axşama doğru da yekunlaşacaq. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenə sizə ötürürəm. Təşəkkürlər Rəqsanə. Dünya bazarlarında Azəri Light markalı Azərbaycan nefti ucuzlaşıb.